Sadaladıqlarımız bəsdir ki, Amerikanın psixoloji təhlükə saçdığını başa düşək. Özünə qapandığı, izolyasiya dövründə belə qonşusuna Meksikaya ağır yaralar yetirən Amerika bir növ şiddət manifestləyir. Dünyaya 19-cu və 20-ci əsrin əvvəllərində özlərini tam göstərərək şiddət mövzusunda üstadlığı nümayiş etdirdilər. Dünya müharibələrindəki uğurlu iştirakı Amerikanın ən güclü ölkələr sırasında birinci yerə gəlməsinə səbəb oldu. Dünyadakı yerini xaotik gedişatlar, qanlı müharibələr vasitəsilə ələ keçirdib saxlayan Amerika üçün dünyadakı vəziyyətin daimi olaraq qasırğalı olması sərf edir. Nə də olsa sırf belə vəziyyətlərdə Amerikalılar baş çıxarda bilir və öz potensialını tam olaraq nümayiş etdirirlər. Çox adamda səhv təəssürat yaranıb ki, Amerikalıların hansısa bir müharibədə məğlubiyyəti onların hegemonluğuna zərər yetirir. Amma əgər emosiyaları qırağa qoysaq və sırf bir dəfəlik itkiləri müqayisə etsək, Amerika müharibələri, döyüşləri uduzsa belə, qarşı tərəf üçün bunun bədəli dəhşətli olur. Boşuna deyir ki, Yaponiya və Vyetnam, Amerika ilə birbaşa real müharibə yaşamış bu iki ölkə hər şeydən sonra Amerika ilə müttəfiq olmağı seçdilər.